Bax, bu səndə olmasa, sən dünyanın ən savadlı insanı olsan da belə, sən yaxşı ata ola bilməyəcəksən, yaxşı ana ola bilməyəcəksən. Çünki sən uşağın nələr hiss etdiyini hiss eləyə bilmirsən. Emosional zəka bu deməkdir. Nə qədər sən özünü tanıyırsan, nə qədər də qarşındakını tanıya bilirsən, nə qədər özünü onun yerinə qoya bilirsən. Əvvəllər bir insanı işə götürəndə, bir 50 il əvvəli deyirəm, aparılan testlərdən biri intellektual zəkanı yoxlayan testləridir. Məsələn, orada müəyyən testlər verirdilər, həndəsi fiqurlar verirdilər, riyazi rəqəmlər verirdilər və deyirlər bunu həll elə. Bunu adam həll eləyirdi və bunu yüksək maaşlı işə götürürdülər. Sonra baxıb gördülər ki, bu testlərdən yüksək ballar alan bir çox insanlar öz işində qeyri-peşəkar kimi davranırlar. Və ondan sonra anladılar ki, burada emosional zəka deyilən başqa bir zəka növü də var. Emosional zəka intellektual zəkadan fərqlidir. İntellektual zəka nəyə göstərir? Bu kitabı mən verim sizə, oxuyun. Sonra sizə bir 10 dənə sual verim. Kim bu 10 dənə suala cavab verərsə, onun intellektual zəkası çox yüksək olduğunu göstərir. Yəni sənin təhlil qabiliyyətin güclüdür, mətni anlamaq qabiliyyətin güclüdür. Ətrafa baxırsan, güclü oradan nəticələr çıxardırsan. Ancaq sən axı bir insan olaraq həyatı da yaşayırsan, dostlarınla ünsiyyət eləyirsən, əməkdaşlarla ünsiyyət eləyirsən, çətin hadisələrdən çıxmaq lazımdır. Bax, onu təmin edən intellektual zəka deyil, onu təmin edən emosional zəkadır. O bu hərəkəti ilə nə demək istəyir, onun problemi nədir, sıxıntısı nədir, sən onu anlaya bilməyəcəksən. Emosional zəka sənə yaşamaq gücü verir, sənə insanlarla insan kimi davranmaq və hərdən onların problemləri qabağında dözmək güc qüvvəti verir. Bu səndə emosional zəkadır. Bunun üzərində mütləq olaraq çox işləmək lazımdır.